Salam, mən Abdullayev Azad Zadıroğlu. Üzümü Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Əttara müraciət edirəm. Cənab Prezident, gördüyünüz bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaş olaraq əmlakımı mənimsəyib, mənə küllü miqdarda ziyan vurub, mənə dəymiş ziyana görə məhkəmə qətnamaları var. Lakin sizin dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə qanun tanıyır, nə qayda tanıyır, nə vətəndaş bilir, nə məhkəmə qətnamaları bilir, heç bir riayət eləmir, vətəndaşa dəymiş olduğu ziyanı ödəmir. Deyirlər ki, biz dövlət qurumuyuz, get əlindən nə gəlir elə. Dövlət qurumu Cənab Prezident o deməkdir ki, vətəndaşın əmlakını talib yeməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarının qəbullarında oluram. Muxtar Babayevin 9 dəfə qəbulunda olmuşdum. Lakin bugünkü günə qədər nə məhkəmə qətnaması icra olunub, nə də ki, mənə dəymiş ziyan ödənilir. Lənkəran İcra Prokuror Şöbəsi bugünkü gündə məhkəmə qətnamalarını götürüb Şirvan Kommersiya Məhkəməsinə yenidən geri qaytarıb ki, biz bunu icra edə bilmirik. Niyə? Dövlətin adından çıxardılan məhkəmə qətnamaları niyə bu Ədliyyə Nazirliyi icra eləməməlidir? Nə üçün? Bir belə qanunsuzluğu Cənab Prezident biz kimin ayağına yazmalıyıq? Vətəndaşları nə qədər hansı vaxta kimi azacaqlar? Vətəndaşları nə vaxta kimi öldürəcəklər? Vətəndaşlara nə vaxta kimi istəm olunacaq Cənab Prezident? Niyə siz bunu görmürsünüz? Niyə məhkəmə qətnamalarının icra olunmasını görmürsünüz? Niyə sizə olunan minlərlə müraciətlərə cavab vermirsiniz? Bütün dövlət qurumlarına olan minlərlə müraciətlər səssiz qalır. Əməl olunmur, qanunlar icra olunmur, Cənab Prezident. Biz dərdimizi kimə deyək? Hansı dövlətin vətəndaşı olar ki, gələk Ekologiya Nazirliyinin və yaxud Ədliyyə Nazirliyini gördünüz, o bina Ədliyyə Nazirliyinin qabağından üsyan eləyək, dərdimizi sizə çatdıraq. Kim baxacaq buna? Kim cavab verəcək buna? Birinin qəbuluna gelirsən, biz dövlət qurumuyuz. Dövlət qurumu olmaq o deməkdir ki, vətəndaşın əmlakı mənimsənilməlidir. Dövlət qurumu olmaq o deməkdir ki, məhkəmə qətnamalarını saymamalıdır. Nə vaxta qədər bu özbaşarlıq davam edəcək Cənab Prezident? Səsimizə kim səs verəcək? Kim baxacaq bizim Cənab Prezident, bizim şəhətlərimizə? Kim? Sizə sual veririk. Kim baxacaq? Bizim niyə suallarımıza cavabsız qalır? Niyə məktublarımız cavabsız qalır? Niyə müraciətlərimiz cavabsız qalır? Niyə vətəndaşları öldürürlər bu məmurlar? Niyə vətəndaşları acından qırmaya, acından öldürməyə maruz qoyurlar bu məmurlar? Bəsdirin bu özbaşarlığa son verin. Bəsdirin qanunlarımıza əməl eləyin. Bəsdirin qanunlarımızı icrasında köməklik eləyin. Dövlət qurumlarını özbaşarlığına son verin. Məmurların özbaşarlığına son verin. Ədliyyə Nazirliyinin məmurlarının özbaşarlığına son verin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarının özbaşarlığına son verin. İcra Prokuror Şöbəsinin məmurlarının özbaşarlığına son verin. Əgər mən vətəndaş olaraq bu Ekologiya Nazirliyinə borcu olsaydım, vallahi mənim anamı da ağladardılar. Əmlakımı da çatdırardılar, şalvarımı da çatdırıb Ekologiya Nazirinə ödəyərdilər. Niyə dövlət qurumu vətəndaşa sistem eləməlidir? Nə üçün? Kim baxacaq bu quruma? Kim buna cavabdeh olacaq? Kim bu qurumu düzəldəcək bilmirik. Cənab Prezident, səsimizə səs verin, xahiş edirəm və dövlət qurumu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mənə dəymiş ziyanı məhkəmə qətnamalarına əsasən alıb ödənilməsini tələb edirəm.